Salam, Azərbaycan dilindən, fonetika mövzusundan 31-ci testdən izaha başlayıram. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Burada sözlərin həm yazışı, həm tələffüzü, həm də vurğusu düzgün olmalıdır. A variantında paralimpiya. Paralimpiya sözündə o yox, A sait olmalıdır. Ona görə paralimpiya sözünün yazışı səhvdir. Tələffüzünə gəldikdə isə tələffüzü düzdür, vurğusu da düzdür. Paralimpiya. Vurğu 3-cü hecadadır. B variantında paraşüt. Paraşüt yox, paraşüt olmalıdır. Yəni o yox, ü sait olmalıdır. Ona görə yazışı da, tələffüzü də səhvdir. Vurğusu isə düzdür. C variantında pnevmoniya. Pnevmoniya sözünün yazışı düzgündür, tələffüzü də düzgündür. Yəni o saiti A saitinə çevrilir və vurğusu da 3-cü hecadadır. Yəni I saitinin üzərindədir. C variantında pnevmoniya sözünün həm yazışı, həm tələffüzü, həm də vurğusu hamısı düzgündür. Ona görə düzgün variant C variantıdır. Digər variantlara baxıram. Pilləkan. Pilləkan yox, pilləkən olmalıdır. Yəni yazış səhvdir, amma tələffüz düzgündür. Vurğusu da düzgündür. Sadəcə olaraq yazışda səhv var. E variantında pantomima sözünə baxıram. Pantomima sözünün yazışı düzgündür. Tələffüzdə o sait aya çevrilir. Pantomima şəklində alınır. Vurğusu isə 4-cü yox, 3-cü hecadır. Yəni I saitin üzərində olmalıdır. Ona görə hər üç belə deyək kateqoriyaya uyğun olan pnevmoniya sözü oldu. Həm yazışı düzgündür, həm tələffüzü düzgündür, həm də vurğusu düzgündür. Düzgün variant C variantı. 32-də sərbəstdir sözünün fonetik təhlilinə əsaslanaraq cədvəldən uyğun olmayan fikri müəyyən edin. Sərbəst sözün tələffüzü bu cür olur. Sərbəstdir. Yəni T samiti tələffüzdə düşür. Dil şəkilçisindəki R samiti də tələffüzdə düşür. 2 səs düşümü var, düzgündür. A variantı düzgündür. Burada isə uyğun olmayan, yəni səhv variantı istəyir. B variantında D səsinin kar qarşılığı işlənib. D səsinin kar qarşılığı burada yoxdur. Amma burada doğru yazıb. D səsinin kar qarşılığı tələffüzdə düşüb. Yəni T samiti tələffüzdə düşüb. Amma burada deyir ki, D səsinin kar qarşılığı işlənib və doğru yazıb qarşısına. Bu necə doğru ola bilər axı? Ona görə B variantı səhvdir. Digər variantlara baxıram. Sözdə 2 sonar səs işlənib. Bu da düzgün. Yəni yanlış yazıb qarşısında düzgün yazıb. Çünki sonar belə deyək, samitlərdən biri, yəni R samitinin biri tələffüzdə düşüb. Yəni bu cür olur. Sərbəstdir. Sərbəstdir. Bu şəkildə alınır və R samitinin biri tələffüzdə düşdüyü üçün bir R samiti qalır. Ona görə burada yazıb ki, sözdə 2 sonar səs işlənib və qarşısına yazıb yanlış. Düz yazıb, yəni yanlışdır. D variantında kar cincidi samit cütlüyü işlənib. Yanlış yazıb, bu da düzgündür. Yəni kar cincidi samit cütlüyü işlənib fikri səhvdir. Çünki T samiti avtomatik tələffüzdə düşür və nəticədə D samiti qalır və burada kar cincidi samit cütlüyü yoxdur. Y variantında müxtəlif saitlərin 2 müxtəlif məqamda oxşarlığı var. Bəli, Ə və İ saitlərinin oxşarlığı odur ki, birinci hər iki saitin, daha doğrusu hər üç saitin incə sait olması, ikincisi isə dodaqlanmayan sait olması onların 2 müxtəlif, belə deyək, oxşarlığıdır. Ona görə səhv olan B variantı oldu. Çünki D səsinin kar qarşılığı işlənib fikri yanlışdır. D səsinin kar qarşılığı tələffüzdə düşür. Və düzgün variant, yəni səhv olan variant B variantıdır. Hansı sözlərdə səhv yazılma saitlə bağlıdır? Cəsusluq sözündə cəsusluq yox, casusluq olmalıdır. Ona görə birinci fikir səhvdir. İkincidə cah-cəlal yox, cah-calal olmalıdır. Yəni əl saiti A kimi belə deyək yazılmalıdır. Birinci və ikinci sözlər səhvdir. Üçüncüdə təbaşir sözü düzdür. Dördüncüdə supermarket sözü də düzdür. Beşincidə şahanə sözündə ə yox, A sait olmalıdır. Şahanə bu şəkildə olmalıdır. Səhv olanlar birinci cəsusluq sözü, ikinci cəh-cəlal sözü, beşinci isə şahanə sözüdür. 1, 2, 5 A variantı. 34-də
Geditkənlik sözünün fonetik təhlilinə əsasən klasteri tamamlayın. Sözdə kəmiyyət fərqi yoxdur. Burada belə deyək, verilən cümlə düzgün cümlədir. Yəni düzgün olduğu üçün də bizə düzgün fikirlər lazımdır. Yəni buradakı sıranı tamamlayan cümlə lazımdır. Sözdə kəmiyyət fərqi yoxdur, bəli. Birincidə sözdə ş səsinin cingiltili qarşılığı işlənib. Ş səsinin cingiltili qarşılığı j samitidir və j samiti sözdə yoxdur. Ona görə birinci fikir səhvdir. İkincidə kar cingiltili samit cütlüyü işlənməyib. Düzdür, kar cingiltili samit cütlüyü yoxdur. Çünki geditkənlik sözündə olan k samiti geditkən bu şəkildə, yəni c kimi tələffüz olunduğu üçün kar cingiltili samit cütlüyü işlənməyib. Əgər geditkən sözündə olan kən belə deyək hissəsi olduğu kimi qalsaydı, o zaman biz deyə bilərdik ki, kar cingiltili samit cütlüyü var. Amma orada k samiti g belə deyək samitinə, cingiltili samitə keçdiyi üçün burada kar cingiltili samit cütlüyü yoxdur. Ona görə ikinci düzdür. 3-də sözdə y səsinin cingiltili qarşılığı işlənib. Y səsinin cingiltili qarşılığı işlənib deyir. Baxaq, geditkənlik sözündə i səsi var. Geditkənlik, yəni sonuncu k samiti i kimi tələffüz olunur. Bu düzdür. Amma sözdə y səsinin cingiltili qarşılığı işlənib deyir. Burada cümlədə səhvlik var. Nə mənada? Y səsinin cingiltili yox, kar qarşılığı olmalıdır. Yəni burada səhvlik var. Y səsi var, amma cümlədə deyir ki, y səsinin cingiltili qarşılığı. Y səsi özü cingiltilidir. Onun cingiltili qarşılığı axı necə olsun? O zaman burada cümlədə səhvlik var ki, cingiltili yox, kar qarşılığı olmalıdır. Y səsinin kar qarşılığı da i səsidir. Ona görə üçüncü fikirdə yanlışdır. Dördüncüdə eyni hərf müxtəlif səsləri ifadə edir. Baxaq, geditkənlik. Demək, birinci k hərfi g kimi tələffüz olunur, ikinci k hərfi isə i kimi tələffüz olunur və belə deyək, 2k müxtəlif səsləri ifadə edir. Biri g səsini, biri də i səsini. Ona görə də hər ikisi eyni hərfdir. Birinci k-da, ikinci k-da eyni hərfdir və müxtəlif səsləri ifadə edib. Ona görə dördüncü də düzdür. Düz olanlar 2 və dördüncü belə deyək, fikirlərdir. 2, 4, D variantı. 35-də hərarət ölçən və həcmcə sözlərinin fonetik təhlilinə əsasən Eyler-Venn diaqramından doğru fikirləri seçin. Doğru fikirlər lazımdır bizə. Birincidə yazış və deyilişi fərqlənmir. Düzdür. Hərarət ölçən sözün yazışı və deyilişi fərqlənmir. Biri aid edirəm, ikincidə incə, açıq, dodaqlanmayan sait işlənib. İncə, açıq, dodaqlanmayan sait təkcə hərarət ölçən yox, həcmcə sözündə də olduğu üçün bunu hərarət ölçən sözünə aid edə bilmərik. Çünki bu hər ikisinə aid ortaq fikirdir. Üçüncüdə vurğusu birinci hecadadır. Hər ikisi üçün ortaq məqam vurğusu birinci hecadadır. Baxaq, hərarət ölçən. Hərarət ölçən sözünün vurğu sondadır. Həcmcə sözündə isə vurğu əvvəldədir. Və vurğusu birinci hecadadır. Fikri yanlışdır. Vurğusu birinci hecada olan təkcə həcmcə sözüdür. Ona görə üçüncü fikirdə yanlışdır. Dördüncüdə cingiltili qarşılığı olmayan samit işlənib. Cingiltili qarşılığı olmayan, yəni cingiltili qarşılığı olmayan hansıdır? H samiti. Hər ikisində də H samiti var. Ona görə dördüncü düzdür. Hələ ki düz olanlar hansılar oldu? 1 və 4. Tərkibində həm açıq, həm də qapalı sait işlənib. Düzdür, tərkibində həm açıq, həm də qapalı sait işlənib. Həcmcə sözündə i saiti var. Yəni həm açıq, həm də qapalı sait var. Düzdür, yazışda qapalı sait yoxdur.
Amma tələffüzdə i sayt əlavə olunur. Həcmcə bu şəkildə olur. Ona görə tərkibdə həm açıq, həm də qapalı sayt işlənib fikri düzdür. 6-cıda sözdə cingiltili samitlər kəmiyyətcə çoxdur. Sözdə cingiltili samitlər kəmiyyətcə çoxdur fikri təkcə həcmcə sözünün yox, hərarət ölçən sözü üçün də düzgün fikirdir və bunu biz hər iki sözə aid edə bildiyimiz üçün, yəni ortaq fikirdir. Ona görə təkcə həcmcə sözünə aid edə bilmərik. 6-cı da səhvdir. Ona görə düzgün fikirlər 1, 4 və 5. 1, 4, 5 A variantıdır. Otuz altıncı testdə verilən tələffüz nümunəsinə əsasən doğru fikri müəyyən edin. Hərarətli. A variantında müxtəlif nitq hissəsi kimi düşünmək olmaz. Bu səhvdir. Çünki hərarətli sözünü həm sifət kimi, həm də isim kimi düşünə bilərik. Məsələn, hərarətli sifət kimi. Bir də var hərarətdir. Burada isə isim kimi düşünə bilərik. Burada deyir ki, müxtəlif nitq hissəsi kimi düşünmək olmaz. Düşünmək olar. A variantı səhvdir. B variantında əminliklə demək olar ki, sözdə l-dı əvəz etməsi baş verib. Bu da səhvdir. Çünki əminliklə demək olmaz. Çünki həm sifət kimi işlənir, həm isim kimi. L-dı əvəz etməsi nə zaman ola bilir? Sifət kimi olanda. Məsələn, hərarətli tələffüzdə necə olur? Hərarətdir. L samiti d samitinə keçir və nəticədə hərarətdir şəklində olur. Bir də var ki, isim kimi. Hərarətdir. Burada isə ümumiyyətlə l samiti yoxdur. Ona görə l-dı əvəz etməsi baş verib fikri yanlışdır. C variantında sözün yazılışında 3 hərfin olduğunu dəqiq söyləmək olar. Xeyr, bu da yanlışdır. 3 hərfin olduğunu dəqiq söyləmək olar fikri sadəcə isim olan varianta aiddir. Məsələn, hərarətdir. Burada 3 belə deyək, samiti var. Yəni r samiti var. Ona görə də 3 hərfin olduğunu dəqiq söyləmək olmaz. Çünki sifət variantı da var. Sifət variantında isə hərarətli 2 belə deyək, r samiti olur. 3 r-dırsa isimdir, 2 r-dırsa sifətdir. Ona görə C variantını dəqiq demək olmaz. Çünki bu söz həm sifət ola bilər, həm isim ola bilər. D variantında söz 2 fərqli şəkildə yazılsa da səs tərkibi sabitdir. Düzdür. Söz 2 fərqli şəkildə yazılır. Biri sifət kimi, hərarətli. Bir də isim kimi, hərarətdir. Bu şəkildə yazılır. Səs tərkibi isə nəticədə hər ikisində ortaqdır. Yəni, burada yazıldığı kimidir. Hərarətdir. Ona görə D variantı düzgündür. Yazılışı fərqlidir, amma səs tərkibi sabitdir. D variantı düzgündür. Y variantını sözdə üst sonar səs işlənmişdir. Üst sonar səs hərarətdir. Xeyr, burada 2 sonar səs var. 2 r samiti. Ona görə 3 sonor səs işlənmişdir. Yanlışdır. 2 sonor səs var. Ona görə düzgün variant D variantıdır. 37-də bunları sənə dosyana deyirəm cümləsindəki sözlərin fonetik təhririnə aid olan fikirlərdir. Birincidə sözlərdən birində səs düşümü müşahidə edilir. Dosyana sözündə bəli, t samiti tələffüzdə düşür. Dos, yana bu şəkildə olur. Ona görə birinci fikir düzgündür. İkincidə, bütün sözlərdə ahəng qanunu gözlənilir. Baxaq, bunları sənə dosyana deyirəm. Bütün sözlərdə ahəng qanunu var, bəli. İkinci də düzdür. Üçüncüdə, sözlərdən birində səs uzanması var. Xeyr, bu yanlışdır. Sözlərdən heç birində səs uzanması yoxdur. Dördüncüdə, bütün sözlərdə vurğu son hecaya düşür. Baxaq, bunları sənə, dosyana, bu üç söz, bu sözdə vurğu sondadır. Amma deyirəm sözündə vurğu sonda deyil. Deyirəm, deyirəm, deyirəm demirik. Deyirəm. Bu cür demirik. Deyirəm, deyirəm. Buna görə dördüncü fikirdə səhvdir. Yəni ki, bu deməkdir ki, bunları sənə dosyana sözlərində vurğu sona düşür. Deyirəm sözündə isə vurğu sona düşmür. Beşincidə sözlərdən ikisindəki bütün samitlərdə səs telləri iştirak edir. Yəni, burada səs telləri iştirak edir nə deməkdir? Cingiltili samitlər iştirak edir demək. Yəni, sözlərdə
sadəcə cingiltili samitlər işlənir. Yəni baxmalıyıq ki, görək həqiqətən sözlərdə sadəcə cingiltili samitlər varmı? Burada isə deyir ki, sözlərdən ikisindəki bütün samitlərdə səs telləri iştirak edir. Bunları sözü hamısında cingiltili samitdir. Sənə sözündə s samiti kardır. Dosyana sözünə s samiti kardır. Deyirəm sözündə isə bütün samitlər cingiltilidir. Hamısında cingiltili samit olanlar bunları və deyirəm. Bunları və deyirəm sözləri oldu. Ona görə düzgün fikirlər hansılar oldu? Birinci, sözlərdən birində səs düşümü müşahidə edilir. Bütün sözlərdə ahəng qanunu gözlənilib. Və 5-ci, sözlərdən ikisindəki bütün samitlərdə səs telləri iştirak edir. 1, 2, 5, A variantı. 38. Ehtiramla sözünün fonetik təhlilinə aid olan fikirləri müəyyən edin. Ehtiramla şəklində tələffüz edilir səhvdir. B variantında vurğusu sonuncu hecaya düşür. Ehtiramla demirik, ehtiramla. Ehtiramla demək. B variantı da səhvdir. C variantında bütün sonar səslər işlənib. Bütün sonar səslər burada işlənməyib, çünki n samiti yoxdur. D variantında sözün kökü fərqli tələffüz edilmir. Düzdür, sözün kökü fərqli tələffüz edilmir, ehtiram şəklindədir. Ona görə düzgün variant D variantıdır. Y variantında kəmiyyət fərqi olsa da keyfiyyət fərqi yoxdur. Sözdə kəmiyyət fərqi yoxdur. Y variantı səhvdir. Düzgün olan D variantıdır. Hazırlıq sözünün fonetik təhlilinə aid olan fikirləri müəyyən edin. A variantında sözün tələffüzü bu cür olur. Hazırlıq. Hazırlıq. Sözün birinci hecasında səs uzanması var. Bu yanlışdır. Uzanma yoxdur. Hazırlıq demirik. A variantı səhvdir. B variantını kar samitlə başlayıb, kar samitlə başlayıb cingiltili samitlə bitir. Səhvdir, çünki kar samitlə başlayıb, kar samitlə də bitir. Hazırlıq. Hazırlıq. Yəni x samiti ilə bitir. Bu da kar samitdir. B variantı da səhvdir. C variantında fərqli tələffüz yalnız leksik şəkilçidədir. Düzdür. Fərqli tələffüz yalnız leksik şəkilçidədir. Hazır sözün köküdür. Burada bir dəyişim yoxdur. Şəkilçidə dəyişim var. Hazırlıq şəkilçisi rıq kimi tələffüz olunur. Rıq. Hazırlıq. Buna görə C variantı düzgündür. D variantında sözdə r, l kimi sonar səslər işlənib. Burada r samiti var, amma l samiti yoxdur. Çünki l samiti tələfüzdə r samitinə keçir. Yəni hazırlıq bu şəkildə olur. L yox. Rıq. R hərfi. Ona görə D variantı da səhvdir. Yəni sözdə r samiti olsa da l samiti yoxdur. Y variantında sözdə x samitin cingiltili qarşılığı işlənib. X samitin cingiltili qarşılığı g samitidir. Burada isə g samiti yoxdur. Sadəcə x samiti var. Yəni sözün sonundakı g samiti x samitinə keçir. Hazırlıq bu şəkildə olur. Ona görə Y variantı da səhv. Düzgün variant demək C variantıdır. Fərqli tələffüz yalnız leksik şəkilçidədir. Vurğuya əsasən məntiqi ardıcıllığı tamamlayın. Filtrli sözündə vurğu ikinci hecadadır, yəni sondadır. Orbital sözündə vurğu sonuncu hecada, yəni üçüncü hecadadır. İndi burada ardıcıllıq bu cür olmalıdır. Filtrli sözündə vurğu ikinci hecada, orbital sözündə vurğu üçüncü hecadadır. İndi bizə elə bir söz lazımdır ki, vurğu dördüncü hecada olsun. Məsələn, ordenli sözünə baxıram. Ordenli sözündə burada belə deyək, vurğu burada ümumiyyətlə dördüncü heca yoxdur. Yəni sıranı tamamlaya bilməz. B variantında ovsunlamaq sözündə burada 4 heca var və bundan əlavə də vurğu dördüncü hecaya düşür. Ovsunlamaq. Ovsunlamaq. Vurğu sondadır, yəni dördüncü hecadadır. Ona görə uyğun olan ovsunlamaq sözü ola bilər. C variantında ornament. Ornament. Burada da vurğu dördüncü hecada deyil. Ornament. Ornament bu şəkildə tələffüz olunur. Yəni vurğu A-nın üzərindədir. D variantında oyaq sözündə oyaq. Oyaq vurğu sondadır.
Y variantında oyuncaq sözündə oyuncaq vurğu sondadır, yəni 3-cü hecadadır. 4-cü hecada olan söz ovsunlamaq sözüdür. Ona görə düzgün variant B variantıdır. 41-ci testdə hansı sözün tələffüzünə əsasən aid olduğu nitq hissəsini dəqiq söyləmək olmaz? A variantında dadlı sözü. Dadlı sözünü biz iki cür, belə deyək, iki cür düşünə bilərik. Yəni, nitq hissəsini dəqiq deyə bilmərik. Bir var dadlı, sifət kimi. Dadlı, sifət. Bir də var ki, daddır, isim. Bir sifət kimi işlənir, bir isim kimi işlənir yazılışında. Və biz bunu dəqiq deyə bilmirik. Dəqiq, yəni müəyyən edə bilmirik ki, bu sifətdir, yoxsa isim. Bunu yalnız yazışda, belə deyək, müəyyən edə bilərik. Ona görə tələffüzünə əsasən biz bunu dəqiq deyə bilmirik. B variantında çatdır sözündə burada r samit düşmədiyi üçün çatdırmaq sözü, yəni çatdır sözündəki şəkilçi leksikdir və burada bunu biz iki cür düşünə bilmərik. C variantında tutdur sözündə də şəkilçi leksikdir və biz bunu r samiti düşsəydi o zaman düşünə bilərdik. Amma biz bunu belə deyək, iki cür yenə düşünə bilmərik. Məsələn, iki cür nə zaman düşünə bilərdik? Orada r samiti olmasaydı tutdu sözünü. Bir var tutdur, meyvə mənasında. Bu zaman şəxs onluğu düşür, yəni r samiti düşür. Bir də var tutdu, feil mənasında. Bu zaman zaman şəkilçisi işlənir orada. Ona görə də əgər r samiti olmasaydı, amma burada r samiti var, yəni tutdur sözündə dur şəkilçisində r samiti olduğu üçün bu leksik şəkilçidir. Ona görə C variantında aid etmirəm. Oxunmalı sözündə də biz bunu iki cür, belə deyək, düşünə bilmərik. Y variantı xalya sözünü iki cür düşünə bilərik. Xala, qohumluq mənasında, bir də var xalı, xalça mənasında xalı. İki cür düşünə bilsək də nitq hissəsi yenə də eynidir, yəni isimdir. Xala mənasında, qohum mənasında olsa da, xalça mənasında olsa da, nəticədə hər ikisi isimdir. Ona görə nitq hissələr fərqli olan A variantıdır. Həm sifət kimi, həm də isim kimi düşünə bilərik. A variantı düzgündür. 42-də hansı sözün tələffüzünü iki cür düşünmək olmaz? Məsələn, A variantında yazarlar sözünə baxıram. Yazarlar sözünü biz iki cür düşünə bilərik. Bir var yazarlar, feil kimi olanda r samiti l-yə keçir, yazarlar. Bir də var ki, isim kimi, yazarlar, yazarlar. Bu mənada isə isim kimi işlənir. Ona görə də A variantını biz iki cür düşünə bilərik. Bunu aid edə bilərik. B variantı, qatarlar sözünə baxıram. Qatarlar sözündə isə biz bunu həm nəqliyyat vasitəsi kimi olan qatarlar mənasını işləsək, qatarlar, r samitləri olur, qatarlar. Bir də var feil kimi, qatallar, r samiti l samitinə keçir, qatallar. İki cür düşünmək olur nəticədə. C variantı, açarlar sözünə baxıram. Açarlar sözündə də l samiti r-yə keçir, isim kimi düşünüləndə olur bu. Açarlar, açarlar. Hamısında r samiti olur. Bir də var feil kimi, açarlar. Açarlar, r samiti l-yə keçir, yenə də düşünmək olar. D variantı, çaparlar sözündə, belə deyək, at sürən adama çapar deyilir, çaparlar. Çaparlar olursa, isim kimi olursa, r samitlər işlənir. Feil kimi olanda isə çapallar, çapallar, r samiti l samitinə keçir. D variantında, belə deyək, düşünə bilərik. Y variantında oxşuyarlar sözünü, oxşuyarlar sözü oxşuyarlar şəklində olur. Bu, həm insanı əzizləmək mənasında, həm də kiməsə bənzəmək mənasında işlənə bilər. Amma tələffüzdə, belə deyək, eyni olur. Yəni, oxşuyarlar şəklində olur tələffüzü. Tələffüzünü başqa cür düşünə bilmirik. Oxşuyarlar və mənaları fərqlidir. Bir var bənzəmək, bir də var kimisə əzizləmək mənasında. O mənada, belə deyək, hər ikisində məna fərqli olsa da,
tələffüzü ancaq bir cür olur. Oxşayarlar bu şəkildə olur. Ona görə iki cür düşünə bilmədiyimiz variant bir variantıdır. Mənalar fərqli olsa da tələffüzü bir cür düşünülür. İki cür düşünülə bilmir. Qırx üçüncü testdə eqoistcəsinə və ətli qanlı sözlərinin fonetik təhlilinə əsasən Euler-Venn diaqramından doğru fikirləri seçin. Eqoistcəsinə ətli qanlı. Yazışı və deyilişi fərqlənir. Bəli. Eqoistcəsinə sözündə olan birinci fikir, yazış və deyiliş fərqlənir. Ətli qanlı sözünə də aid olduğu üçün biri biz düzgün götürə bilmərik, çünki bu hər ikisinə aid ortaq fikirdir. Ona görə birinci səhvdir, ikincidə həm səs düşümü, həm də səs artımı var. Baxın, görə həqiqətən də belədirmi? Eqoistcəsinə. Eqoistcəsinə sözündə o, il saitlərin arasında yıl samiti əlavə olunur. O saiti aya çevrilir. T samiti tələffüzdə düşür. Amma bizə burada səs düşümü və səs artımı lazımdır. Səs dəyişməsi yox. Səs düşümü varmı? T samiti düşür. Səs artımı varmı? Bəli, o il saitlərin arasında yıl samiti əlavə olunur. Ona görə ikinci fikir düzdür. 3-də vurğusu sonuncu hecadadır. Eqoistcəsinə vurğu sonda deyil. Ona görə eqoistcəsinə sözünə bunu aid edə bilmərik. Eqoistcəsinə demirik, eqoistcəsinə. Ona görə vurğu sonuncu hecadadır. Fikri yanlışdır. Ətli qanlı sözündə isə bəli, vurğu sondadır. Amma eqoistcəsi sözünə aid edə bilmərik. Üçüncü yanlışdır. Dördüncü, kar qarşılığı olmayan samit işlənib. Kar qarşılığı olmayan samit işlənib. Eqoistcəsinə sözünə n samiti, ətli qanlı sözündə isə n samiti işlənib. Demək, kar qarşılığı olmayan samit işlənib. Eqoistcəsinə sözündə n samiti, ətli qanlı sözündə n samiti işlənib. Bu, hər ikisinə aid doğru fikirdir. Demək, dördüncü fikir də doğrudur. Beşincidə eyni samitlər müxtəlif səslərə çevrilir. Eyni samitlər müxtəlif səslərə çevrilir. Baxıram, ətli sözündə li şəkilçi, ətli, d, l samiti d samitinə keçir. Qanlı sözündə isə l samiti n samitinə keçir. Bəli, eyni samitlərdir l samitləri. Biri d samitinə, biri n samitinə keçir. Eyni samitlər müxtəlif səslərə çevrilir, düzgündür. Altıncıda sözdə cingidi samitlər kəmiyyətcə çoxdur. Altıncı fikri eqoistcə sözünə də aid edə bildiyimiz üçün hər ikisi üçün ortaqdır. Bunu ətli qanlı sözünə aid edə bilmərik. Yəni aiddir, amma eqoistcəsin sözünə də aid olduğu üçün bunu təkcə ətli qanlı sözünə aid edə bilmərik. Ona görə düzgün fikirlər hansılar oldu? İkinci, həm səs düşümü, həm səs artımı var. Dördüncü, kar qarşılığı olmayan samit işlənib. Beşinci, eyni samitlər müxtəlif səslərə çevrilir. 2, 4, 5, D variantı. 44. Hansı cümlədə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılmışdır? Olan bir atlas köynək, yaraşan gül əndama. Burada səhvlik yoxdur. İkincidə, gümüşüm tunc oldu zərziban bez, qəlb çıxır aldığım mal, qoca bəxtim. Qəlb çıxır sözündə qəlb yox, qəlb, b yox, p samit olmalıdır, qəlb. Qəlb isə saxta deməkdir. Ona görə ikinci, belə deyək, sırada, yəni ikinci cümlədə qəlb yox, qəlb olmalıdır. Ona görə ikinci səhvdir. Üçdə, savadlı gənclərin bəyazı olardı. Bu bəyazlara ana dilindəki şeirlərin nəfs parçaları köçürlər. Nəfs yox, nəfis olmalıdır. Nəfis ayrı bir məna verir. Nəfis isə gözəl mənasında, yəni bir mənası gözəl mənası deməkdir.
Ona görə nəfs yox, nəfis i saiti olmalıdır. Ona görə üçüncü də yanlışdır. Dördüncü də dedim, ey gül, niyə etdin məni zülfündə əsir? Dedi, divanə olan şəxsə gərəkdir zəncir. Dördüncü fikir də düzdür. Yəni burada səhvlik yoxdur. Beşincidə mədəniyyət uğrunda çalışmaq bir günlük, bir aylıq kompaniya deyil, daimi işdir. Kompaniya yox, kampaniya olmalı. Çünki kompaniya şirkət deməkdir. Kampaniya isə hər hansısa bir iş mənasında gedir. Ona görə 5-ci fikir də səhvdir. Kompaniya şirkət mənasındadır, amma orada o yox, a sait olmalı. Kampaniya. Bunlar fərqli-fərqli sözlərdir. 5-ci də yanlışdır. Düz olanlar 1-ci və 4-cü belə deyək cümlələrdir. Ona görə C variantı düzgündür. 45. Yazarlar feilinin fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Feil deyir burada. Buna diqqət etmək lazımdır. Çünki yazarlar sözü həm də isim kimi də düşünülə bilir. Amma burada feil lazımdır bizə. Bu zaman necə olur tələffüzü? Yazarlar. R samiti L samitinə çevrilir. Yazarlar. Yazarlar. Bu şəkildə olur. Səhv fikirləri müəyyən edin. Birinci, dil arxası və gen saitdən ahəngi müşahidə olunur. Düzdür. A saitləri dil arxasıdır və gen saitlərdir. İkinci, sözün iki hecası samitlə bitir. Ya, zallar. Bəli, sözün iki hecası samitlə bitir. Ya sözündə, daha doğrusu üzr istəyirəm, ya hecasında saitlə bitir, amma digər hecalarda ya, zallar, ya, zallar. Digər hecalar samitlə bitir. Ona görə burada nə deyir? Sözün iki hecası samitlə bitir, düzdür. Çünki birinci hecası ya, saitlə bitir. Qalanları samitlə. İkinci də düzdür. Üstə sözün səs və hərf tərkibi kəmiyyətcə eyni. Sözün səs və hərf tərkibi kəmiyyətcə eyni, keyfiyyətcə fərqlidir. Bu da düzdür. Kəmiyyətcə eynidir. Yəni burada kəmiyyətcə deyən nəyi nəzərdə tutur? Sayı nəzərdə tutur. Yəni burada səs artımı və yaxud da səs düşümü yoxdur. Düzdür. Samit dəyişir, amma belə deyək, səs düşümü, səs artımı olmadığı üçün sözün səs və hərf tərkibi eynidir. Keyfiyyətcə fərqlidir. Bəli, keyfiyyətcə nə deməkdir? Keyfiyyətcə isə onun, yəni samitin dəyişimidir. Məsələn, yazarlar sözündə L samiti üzr istəyirəm. Yazarlar sözündə R samiti L samitinə çevrildiyi üçün yazarlar şəklində olur və keyfiyyətcə fərqlənir. Üçüncü də düzdür. Dördüncüdə söz yazarlar şəklində tələffüz olunur. Bu səhvdir, bu ismə aiddir. Feil olanda isə yazarlar şəklində olur. Dördüncü səhvdir. Beşinci, kar qarşılığı olmayan samitlərin üçü də eyni samitdir. Xeyr, bu da səhvdir. Çünki yazarlar sözündə 2 L, 1 R samiti var və burada deyir ki, demək bu samitlərin də kar qarşılığı yoxdur. Burada da deyir ki, kar qarşılığı olmayan samitlərin üçü də eyni samitdir, səhvdir. Çünki ikisi L, biri isə R samitidir. Ona görə 5-ci fikirdə səhvdir. 1, 2, 3 düz, 4, 5 isə yanlışdır. D variantı belə deyək. 4, 5 yanlışdır. Demək, səhv olan, demək, nəticədə düz olan variant D variantıdır. 46. Hansı cümlələrdə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılıb? Birincidə, düşdükcə o istəkli səmtə nigahım, əflaki ucaldı, o zaman şölə-i ahım. Birinci düzdür. Yəni, burada səhv bir söz yoxdur. İkincidə, çocuq açılmamış bir dəfnədir. Dəfnədir sözündə səhvlər çoxdur. Birincisi odur ki, dəfnədir sözündə i saiti orada yoxdur. Dəfinədir. Bu dəfinədir. Demək, birinci i saitinin olmaması. İkinci isə dir. Burada şəxs sonluğunda olan r samiti tələffüzdə, yəni burada yazışı əsas
götürüb, yəni yazış lazımdır bizə. Amma burada tələffüz kimi verib. Yəni dəfinədir sözündə i saiti yoxdur. İkinci isə odur ki, xəbərli şəkilçisində olan, yəni dir şəkilçisində olan r samiti tələffüzdə düşüb. Yəni burada tələffüz lazım deyil. Bizə yazılış lazım. Sadəcə olaraq r samiti burada düşüb. Ona görə səhvdir. İnsan dövlət üçün bir xəzinədir. Burada səhvlik yoxdur. Üçüncüdə gördü ayı kəndli çəkir zəhməti. Var əcəb asudə asan sənəti. Burada da səhvlik yoxdur. Dördüncüdə nə işdir ey fələk? Dildarı dildarından ayırmaq. Cəfakar aşıqı yar vəfadarından ayırmaq. Nə işdir yox. Burada işdir sözü yox. İşdir. R belə deyək samiti olmalıdır. Burada isə yazılmayıb. Buna görə də səhvdir. Nə işdir? Dir şəkilçisindəki r samiti olmadığı üçün bu da səhvdir. Ona görə düzgün olanlar 1 və 3-cü cümlələrdə olan sözlərdir. Yəni bu sözlərin hamısı düzgündür. A variantı düzgün variantdır. 47. Altından xətt çəkilmiş hansı heca iki şəkilçidən ibarətdir? Barışdıq sözündə burada barışdıq həm zaman şəkilçisi var, həm şəxs şəkilçisi var. Barışdıq, biz barışdıq. Burada iki şəkilçi var, zaman və şəxs şəkilçisi. Yəni iki şəkilçi var. Birinci sözü aid edirəm, ikinci sözdə alovla sözü yoxdur, lan şəkilçisi bütöv götürülür. İkincinə aid etmirəm. Qarşılaş sözündə qarşılamaq sözü var, bir də var qarşılaşmaq. Laş şəkilçisi parçalanır, qarşılamaq və qarşılaşmaq. Üçüncü də düzdür. Dördüncü də məktublamaq sözü yoxdur dilimizdə. Laş şəkilçisi bütöv götürülür. Yəni bir şəkilçi var. Beşinci də qızardır sözü. Qızart. Qızartmaq sözündən qızardır. Burada da iki şəkilçi var. Şəkilçi bütöv götürülmür. İki şəkilçi var. Düzgün olanlar 1, 3 və 5-ci sözlərdir. B variantı düzgündür. 48. Taftalamaq sözündə q samiti x samitinə keçir. Taftalamaq, taftalamaq. Bir fərq var. Adekolon sözündə o ilk iki o saiti a saitinə çevrilir. Adekalon bu şəkildə olur. Demək, taftalamaq sözündə bir fərq var. Adekolon sözündə iki fərqli məqam var. Cəldlik sözündə isə cəld, dik. D samiti t samitinə çevrilir, l samiti d samitinə çevrilir, k samiti isə i səsinə çevrilir. Nəticədə 3 fərqli məqam var. Ardıcıllıq bu cür olur. Taftalamaq sözündə 1, adekolon sözündə 2, cəhdlik sözündə 3 fərqli məqam var və bu, belə deyək, fərqlərin sayına uyğun sözləri sıralamalıyıq. A variantında asan səlis. Burada fərqli məqam yoxdur. Necə yazılırsa elə də tələffüz olunur. Ona görə A variantı aid deyil. B variantı manastır, tramplin. Manastır, tramplin. Burada manastır sözündə o saiti A saitinə çevrilir. Tramplin sözündə isə i saiti əlavə olunur. Və nəticədə belə deyək, hər iki sözdə bir fərqli məqam var. Bir fərqli olan məqam isə birinci sözə aiddir. Taftalamaq sözündə sadəcə bir samit dəyişib. Ona görə 1-ə B-ni aid edirəm. C variantında düşünmək, heyfsilənmək. Demək, düşünmək və heyfsilənmək sözlərində n samiti m samitinə çevrilir. Sonuncu k samiti də i hissəsinə çevrilir. Düşünmək. Burada iki fərq var. Heyfsilənmək sözündə də n samiti m samitinə çevrilir, k samiti i hissəsinə çevrilir. Heyfsilənmək. Heyfsilənmək bu şəkildə olur. Bu da ikinci sözə uyğundur. Yəni 2-yə, demək 1-ə B, 2-yə C, D variantında cah, cala, xətkeş. Bu sözlərdə də fərq yoxdur. Heç birini aid etmirəm.
Y variantı fəhimlə sözündə və təəssüflə sözündə 3 fərqli məqam var. Fəhimlə sözünə i saiti əlavə olunur, lə şəkilçisi nən şəklində tələffüz olunur. Təəssüflə sözündə isə demək, saitlərindən biri düşür. Bu da bir fərqli məqamdır. Və lə şəkilçisi nən şəklində tələffüz olunur. Və nəticədə 3 fərqli məqam oldu. Bu isə 3-cü sözə aiddir. Çünki cəhdlik sözünün 3 fərqli məqam var. Və 1-ə B, 2-ə C, 3-ə Y. 1-ə B, 2-ə C, 3-ə Y. Bu da D variantıdır. Yəni düzgün variant D variantıdır. 49. Şücaət, qiraət, riayət sözlərinə əsasən diaqramın fərqləndirilən hissəsində yazıla bilər. A variantında heç birinin tələffüzündə Y iştirak etmir. Bu əslində nəsli heç birinin tərkibində Y samiti iştirak etmir. Düzgün olmalıdır. Digər variantlara baxıram. B. Kar cinsli samit cütlüyü işlənmişdir. Bu səhvdir. Heç birində kar cinsli samit cütlüyü yoxdur. C variantında kar samitlər cinsli samitlərdən çoxdur. Baxıram. Şücaət sözündə Ş və T samiti kardır. C samiti cinciltilidir. Yəni 2 kar, 1 cinciltili samit var. Qiraət sözündə Q-R cinciltili, T kardır və burada cinciltili samitlər çoxdur. Riayət sözündə də R və Y samiti cinciltilidir, T samiti kardır. Yenə də cinciltili samitlər çoxdur. Demək, qiraət və riayət sözündə cinciltili samitlər çoxdur. Bir şücaət sözündə kar samitlər çoxdur və burada nədir? Kar samitlər cinciltili samitlərdən çoxdur. Xeyr, sadəcə birində kar samit cinciltili samitdən çoxdur. C variantı səhvdir. D variantında səs uzanması səs artımına səbəb olur. Səs uzanması səs artımına səbəb olur, səhvdir. Y variantı uzun tələffüz olunma eyni hecadadır. Şücaət ikinci heca, qiraət ikinci heca, riayət bu da ikinci heca. Düzgün variant Y variantıdır və normalda düzgün variant Y variantı götürüblər. Ona görə Y variantı düzgündür. 50-də qışlamaq sözünün fonetik təhririnə aid olan fikirdir. Sözün tələffüzü qışlamaq şəklindədir. Tələffüzündəki fərqli məqam yalnız qrammatik şəkilçidədir. Bu səhvdir, çünki la şəkilçisi da şəklində tələffüz olunur. Qış, da, max. Bu şəkildə. A variantı səhvdir. B variantı cinciltili samitlə başlayır. Cinciltili samitlə də bitir. Bu səhvdir, çünki kar samitlə bitir. X samiti kardır. Qışlamaq bu şəkildə olur. C variantında sonar samitlər deyiliş zamanı dəyişmir. Dəyişir. L samiti sonordur və deyiliş zamanı dəyişir. D samitinə keçir. Qışlamaq bu şəkildə olur. Ona görə burada deyir ki, dəyişmir, dəyişir. C variantı səhvdir. D-də saitlərin hamısı dodaqlanmayan açıqdır. Saitlərin hamısı dodaqlanmayan açıqdır. A saitlər düzdür, dodaqlanmır və açıqdır. Amma I saiti açıq deyil. Ona görə D variantı da səhvdir. Y-də yazış və deyiliş arasında 2 fərq var. Bu da düzdür. Daha doğrusu bu düzdür. Qışlamaq sözündə 2 fərq var. L samiti D samitinə çevrilir, Q samiti də X samitinə çevrilir. Nəticədə qışlamaq. Yazış və deyiliş arasında 2 fərq olur. Ona görə düzgün variant Y variantı. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Məhsul sözünün fonetik təhririnə aid olan fikirlərdir. 1. Kar qarşılığı olan və olmayan cinciltili samit işlənib. Burada məhsul sözündə 2 cinciltili samit var, M və L. Bunların isə kar qarşılığı yoxdur. Burada deyir kar qarşılığı olan və olmayan
cingiltli samit işlənib. Kar qarşılığı olmayan cingiltli samitlər işlənib. Amma kar qarşılığı olan cingiltli samit yoxdur. H, S samitləri isə kardır. 2 cingiltli samit var. M-lı. Bunların kar qarşılığı yoxdur. Və nəticədə kar qarşılığı olan cingiltli samit yoxdur. İkinci, cingiltli qarşılığı olan və olmayan samit işlənib. Bəli. Cingiltli qarşılığı olan və olmayan samitlər hansılardır? H samiti kardır, cingiltli qarşılığı yoxdur. S samiti də kardır, amma cingiltli qarşılığı var. Bu isə Z samitidir. 2 düzdür. 3-də yazış və deyilişi fərqlənmir. Düzdür, fərqlənmir. Şöhrətli sözünə baxıram. Şöhrətli sözünün fonetik təhririnə aid olan fikirlərdir. Kar və cingiltli samit cütlüyü işlənib. Düzdür. Şöhrətdir. L samiti D samitinə çevrilir. Şöhrətdir. T, D. Kar və cingiltli samit cütlüyü işlənib. Düzdür. 5-də saitlərdən yalnız bir məqamda ortaq cəhətlər var. Saitlərin yalnız bir məqamda ortaq cəhətlər var. Bəli. Heç biri demək. Daha doğrusu hər biri incə saitlərdir. Saitlərin yalnız bir məqamda ortaq cəhət odur ki, hamısının incə sait olmasıdır. Demək 4-5 də düzdür. 6-cı. Səs düşümü olan sözdə səs dəyişimi də var. Səs düşümü burada yoxdur. Şöhrətli sözündə səs düşümü yoxdur. 6-cı da səhvdir. Düzgün olanlar 2, məhsul sözündə 2, 3, şöhrətli sözündə isə 4, 5, 2, 3, 4, 5. Bu isə C variantıdır. 52. A variantı demək, dəqiqə sözünün fonetik təhririnə aid olan fikirlərdən biri doğru və yanlış olan baxımdan digərlərinə fərqlənir. Yəni, burada olan variantlardan hər hansısa biri səhv və yaxud da hamısı səhv, biri düzdür və yaxud da ki, hamısı düz, biri səhvdir. Biz isə burada baxırıq, görək hansı səhv və ya hansı düzdür. A variantı sözün tələffüzü dəqiqə şəklindədir, səhvdir. Bu şəkildə deyil. B variantı tələffüz zamanı səs uzanması olmur. Tələffüz zamanı səs uzanması var. Dəqiqə bu şəkildə olur. Dəqiqə. Ona görə B variantı da səhvdir. Səs uzanması var. C variantını tələffüzdə K səsi də işlənir. Dəqiqə demirik. Bu da səhvdir. D variantında samitlərin heç bir halda ortaq cəhəti yoxdur. Bu da səhvdir. Çünki ortaq cəhətləri var. İncə sait olmaları və dodaqlanmayan sait olmaları. Burada deyək ki, heç bir halda ortaq cəhəti yoxdur. Niyə ki var? 2 cəhəti var. Biri onların dodaqlanmayan sait olmaları, ikincisi onların incə sait olmaları. D variantı səhvdir. Demək A, B, C, D hamısı səhv oldu. Y variantı fərqli saitlərin 2 halda ortaq cəhəti var. Bəli, biri dodaqlanmayan olmaları, ikinci isə incə sait olmaları. Düzgün variant Y variantı. 53. Kitabı sözünə fonetik baxımdan yanaşılanda aşağıdakılardan hansında nöqtələrin yerinə yaza bilərik? Məsələn, A variantında əxlaq kitabı. Burada Q yox, K samit olmalı idi. Əxlaq kitabı. A variantına aid etmirəm. B variantında dilək kitabı. Dilək yox, Y olmalı idi. Dilək kitabı olmalı idi. Y yazıb burada səhvdir. C variantına hüquq kitabı bu düzdür. Hüquq kitabı. C variant düzdür. Digərlərinə baxıram. Xörək Y kitabı. Xörək kitabı yox. Xörək kitabı. Ona görə Q yox, İ olmalı idi. Bu da səhvdir. Uşaq kitabı Q yox, X olmalı idi. Düzgün variant C variantıdır. 54. Qorxuncdur sözünün fonetik təhlili ilə bağlı uyğun olan fikirləri müəyyən edin. Birincidə cingiltli samitlə başlayıb cingiltli samitlə bitir. Bu səhvdir. Cingiltli samitlə başlayır, amma cingiltli samitlə bitmir. Ümumiyyətlə samitlə bitmir. Çünki qorxuncdur bu şəkildə olur. R samiti düşür. Qorxuncdur bu şəkildə olur. Yəni cingiltli samitlə başlayır, amma samitlə bitmir.
Saitlə bitir. Ona görə 1 səhvdir. İkincidə vurğusu leksik şəkilçi olan hecaya düşür. Baxıram. Qorxunc, qorxuncdur. Bəli, vurğu leksik şəkilçinin üzərindədir. 2 düzdür. 3-də 4 cingiltili 2 kar samit olan bu sözdə c samitinin qarşılığı işlənib. 4 cingiltili 2 kar samit. Baxaq görək. Qorxuncdur. Q samiti cingiltilidir. R samiti cingiltilidir. N samiti cingiltilidir. D samiti də cingiltilidir. R samiti tələffüzdə düşür. Ona görə 4 cingiltili samit var. Kar samitlərə baxıram. Qorxuncdur. X samiti kardır. Ç samiti kardır. Düzdür. Və deyir ki, C samitinin qarşılığı işlənib. Ç samiti. Bu da düzdür. Yəni 4 cingiltili 2 kar samiti olan bu sözdə C samitinin qarşılığı işlənib. Düzdür. Üçüncü də düzdür. Dördüncü. Kar qarşılığı olmayan 2 cingiltili kar qarşılığı olmayan 2 cingiltili, cingiltili qarşılığı olan 2 kar samit var. Yanlışdır. Kar qarşılığı olmayan 2 cingiltili. Baxıram. Qorxuncdur sözündə kar qarşılığı olmayan 2 cingiltili qarşılığı olan 2 kar samit var. Cingiltili qarşılığı olan 2 kar samit varmı? X və Ç samitləri kardır və kar samitli cingiltili qarşılığı var. Amma burada nə yazıb? Yanlış yazıb. Amma yanlış deyil. Yəni Ç və X samitlərin cingiltili qarşılığı var və bunlar 2 kar samitdir. Amma burada yanlış yazıb. Yanlış deyil, doğrudur. Və burada deyir ki, kar qarşılığı olmayan 2 cingiltili. Kar qarşılığı olmayan 2 cingiltili hansıdır? Qorxuncdur sözündə R samiti və N samitlərinin belə deyək, kar qarşılığı yoxdur. Amma X və Ç kar samitlərin cingiltili qarşılığı var. Amma burada yanlış yazıb, bu səhvdir. Doğru yazmalıydı. 5-cidə şəkilçilərin tələffüzündə fərq var. Kar cingiltili düzdür. Şəkilçilərin tələffüzündə fərq var. Qorxuncdur. Dur şəkilçisinə də R samit düşür. Ona görə fərq var. Kar cingiltili samit cütlüyü işlənib. Burada kar cingiltili samit cütlüyü işlənib. Yazıb. Qorxunc. Qorxuncdur. Kar cingiltili samit cütlüyü işlənməyib. Yanlış yazıb. Düzdür. Yəni kar cingiltili samit cütlüyü yoxdur. Demək, düzgün olan variantlar hansılar oldu? Fikirlər hansılar oldu? 2. Vurğusu leksik şəkilçi olan hecaya düşür. 3. 4 cingiltili 2 kar samit olan bu sözdə C samitinin qarşılığı işlənib. Düzdür. Kar qarşılığı olmayan 2 cingiltili, cingiltili qarşılığı olan 2 kar samit var. Bu yanlışdır. Amma doğru olmalıydı. Doğru yazılmalıydı. 5-ci də yanlış yazıb, düz yazıb. Ona görə D variantı düzgündür. 2, 3, 5 D variantı. 55-də buxovlamaq sözünün fonetik təhlilinə əsasən düzgün yerləşmələri müəyyən edin. Yazış və deyiliş fərqlənir. Səs uzanması və səs düşümü yoxdur. Düzdür. Yazış və deyiliş fərqlənir. Səs uzanması, səs düşümü yoxdur. Buxovlamaq bu şəkildə olur. İkinci, bir məqamda səs dəyişməsi, bir məqamda isə səs düşümü baş verib. Səs düşümü burada yoxdur, səhvdir. Doğruda doğru hansıdır? 1. Yanlışda yanlış lazımdır. Səs uzanmasına səbəb samitin düşməsidir. Burada samit düşmür. Ona görə yanlışda da yanlış 3'dür. Doğruda doğru 1, yanlışda yanlış 3. 1, 3. Y variantıdır düzgün cavab. 4'ə baxıram. Cingiltili qarşılığı olmayan samitə rast gəlinmir. Düzdür. Cingiltili qarşılığı olmayan samitə rast gəlinmir. Demək. Cingiltili qarşılığı olmayan samit hansıdır? H samiti. Bu da H samitdə buxovlamaq sözündə yoxdur. Yəni düzdür. Y variantı düzgündür. 56'da cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Yazışı doğru olan sözdür. Dalğavar sözün yazışı düzdür.
Debütant yox, ü olmalı idi. Onun yerinə ü olmalı idi. Debütant. 2 səhvdir. Qada bəla sözündə bəla yox, bala olmalıdır. Qada bala, qada bala bu şəkildə. 2-3 səhvdir. Digərlərində dərdli sözü quruluşca fərqli düşünülə bilən sözdür. Dərdli sözü bəli, quruluşca fərqli düşünülə bilər. Bir var dərddir. İsim kimi olanda sadə olur. Dərdli sifət kimi olanda düzəltmə olur. Quruluşca fərqlidirmi? Bəli. Dördüncü də düzdür. Beşinci, yazdır sözünü sadəcə düzəltmə belə deyək, düşünə bilərik. Sadə düşünə bilmərik. Çünki yazdı sözündə r saməti olmasaydı o zaman düşünə bilərdik. Amma yazdır. Yazdırmaq sözündə dır leksik şəkilçidir və burada r saməti düşməyib. Elə söz ancaq düzəltmədir. Altıncıda yamandı sözünü biz yamanlı şəklində bir sifət kimi, bir də var yamandır isim kimi düşünə bilərik. Yəni sifət kimi olanda düzəltmə, isim kimi olanda isə sadə olur. Quruluşca fərqli düşünülə bilirmi? Bəli. Yamanlı sifət, yamandır isim. Demək, birincidə yazışı doğru olan sözdə dalğavari 1, quruluşca fərqli düşünülə bilən sözlərdə isə 4 və 6, digər sözlərdə isə yanlışlıq var. 1, 4, 6 C variantı düzgündür. 57-cidə vurğu ilə bağlı verilmiş fikirlərdən doğru olanlar sayını müəyyən edin. Birincidə lar şəkilçi zaman şəkilçilərindən sonra əsasən vurğu qəbul etməz, düzdür. Məsələn, yazarlar deyiriksə, vurğu lar şəkilçinin üzərində deyil. Yazarlar bu şəkildə olur. Bir də var yazdılar. Bu zaman isə vurğu qəbul edir. Demək, vurğu qəbul edə də bilər, etməyə də bilər. Bir düzdür. İkincidə, ma inkar şəkilçisi olaraq qeyri-qəti gələcək zaman inkarında vurğu qəbul edir, səhvdir. Qəbul etmir. Doğru olan hələ ki 1-dir. Üçüncüdə, xitab olan sözlərdə vurğu həmişə sonuncu hecadan bir öncəki hecaya keçir. Bu səhvdir. Məsələn, Leyla deyəndə vurğu birinci hecaya düşür. Amma nida ilə işlədən zaman, yəni xitabı nida ilə işlədən zaman ay Leyla dediyim zaman isə vurğu normalda harda olursa orada da qalır. Yəni əvvəlinci hecaya keçmir. Çünki burada biz nida işlətdik. Leyla deyiriksə vurğu əvvəldə, ay Leyla deyiriksə vurğu sonda olur. Ona görə xitab olan sözlərdə vurğu həmişə sonuncu hecadan bir öncəki hecaya keçir fikri yanlışdır. Ma leksik şəkilçi olaraq vurğu qəbul edir, düzdür. Bir var vurma feil, bir də var vurma riyaziyyatda olan termin mənasında. Leksik şəkilçi kimi işləndə vurğu qəbul edir. Ona görə leksik şəkilçi olaraq vurğu qəbul edir fikri düzdür. 1-4 düzgündür. 5-ci, bəzi feil şəkillərini sollar şəkilçi vurğu qəbul edə bilər. Bəli, yəni, məsələn, əmr şəkli kimi olarsa, gəlsinlər vurğu qəbul edir. Bir də var xəbər şəkli kimi, yəni xəbər şəkli zamanlarda işlənir. Məsələn, gələrlər, daha doğrusu və yaxud da yazarlar. Burada vurğu qəbul etmir. Ona görə feil şəkillərindən sonra lar şəkli vurğu qəbul edə bilər. Bəzi feil şəkillərindən sonra düzdür. 1, 4, 5 demək. 1, 4, 5, 3 belə deyək, düzgün fikir oldu. Bu da A variantındadır. 58-ci. Vurğuya görə məntiqi ardıcıllığı davam etdirin. Kabel sözündə vurğu əvvəldədir. Briqada sözündə vurğu ikinci hecadadır. Atlas sözündə vurğu əvvəlinci hecadadır. Fonetika sözünün ikinci hecadadır. Burada birinci heca, ikinci heca, birinci heca, ikinci heca bu şəkildə davam edir. Demək, ellipsis sözündə vurğu əvvəldədir. Briqadir sözündə vurğu sondadır. Yəni üçüncü hecada. Demək, birinci hecada olan ellipsis sözü oldu. Sonuncu hecada, yəni üçüncü hecada olan briqadirdir. Amma bizə briqadir sözündə üçüncü hecada olduğu üçün bu lazım deyil. İkinci hecada olan, yəni vurğusu ikinci hecada olan söz lazımdır. Üçüncüdə esse sözü var.
Esse sözünə vurğu sonda, yəni ikinci hecadadır. Ellipsis sözündə isə vurğu birinci hecadadır. Ona görə ardıcıllığı tamamlayır hər iki söz. Ellipsisdə birinci hecadadır vurğu, esse sözünün ikinci hecadadır. 1, 3, dördüncüdə elliptik. Elliptik sözündə vurğu sondadır. Bəşəri sözündə də vurğu sondadır. Briqadir sözündə isə üçüncü hecada olduğu üçün bunu da qəbul etmirik. Düzgün variant demək 1, 3, Y variantıdır. 59. İnsanlıq insan işidir cümləsində işarələnmiş sözün fonetik təhlili ilə bağlı uyğun fikirlər seçin. İnsanlıq, burada insanlıq sözündən sonra insan sözü gəldiyi üçün, yəni saitlə başlayan söz gəldiyi üçün Ğ samiti ilə bitir. Burada deyir ki, söz kar samitlə bitir. Bu yanlışdır. Söz cingizli samitlə